Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Ləhəş bağlarında 20 sot torpaq sahəsi çıxır. 20 sot yarım belə yerdə sənəd çıxarır. Tam şəkildə satılır. Belə deyək də 26-cı dalandan da yol var ora. 36-cı dalandan da var. Ancaq biraz içəridədir. Torpaq sahəsini sizlərə təqdim edək. Fikir verin. Gördüyünüz kimi var belə bir torpaq sahəsi 20 sotdur. Axırda hasar görürsünüz. Hasarın sağ tərəfindən biraz da aralıdan belə deyək 20 sot düşəcək. Birisi bir yerdə yallıq olarsa yəqin ki var inşallah. Əslində dörtkünc bir şəkildə düşür və ev hissəsi, bu köhnə bağ hissəsi hündür ərazilədir. Aşağıdan tam sizlərə çalışacağım göstərim. Hissələrdən də fikir verin. Yuxarı bir hissədir ev hissəsi. Ancaq belə deyək də çox izləyicilərimiz bu Ləhəş bağlarında fikir verin. Sağ divarın sağ küncü var. Biraz alandan belə deyək. Hasar çəkiləcək torpaq sahəsi tam sizlərə göstərirəm və ondan nəzərdə çatdıraq ki, kvadrat bir şəkildə düşür, fikir verin və evin köhnə bağın hündür hissəsini fikir verin. Bağ özü hündür hissədədir. Belə bir 20 sot torpaq sahəsidir və qeyd etdiyimiz kimi 36-cı dalandan hardasa bir 2 kilometrə yaxın içəridə altında yol var, çıxarışdır və qeyd etdiyimiz kimi Qubçadır, Tex pasportda və Sofiya etdiyimdə tam şəkildə satılır. Səhifəmizi izlədiyiniz üçün məşqçilərə teşekkür ederim. Əslində onu da deyək ki, külək